Bəzən bir səhnə, bir rol, bir musiqi insanın deməyə cəsarət etmədiyi hissləri danışır. İncəsənət də məhz bunun üçündür. Bugün 15 aprel Ümumdünya İncəsənət günündə biz də üz tutduq Mədəniyyət və İncəsənət Universitetinə. Görək burada gələcəyin aktyorları, musiqiçiləri, ümumiyyətlə incəsənət adamları necə yetişir? Ölkədə yeganə təhsil ocağıyıq ki, teatr və kino ixtisası, ancaq bizdə tədris olunur və bu baxımdan biz hələ də prioritetdə liderıq. Musiqi fakültəsi düzdür, bizdə bilirsiniz, digər musiqi ocaqları da var, amma bizim universitetdə biz çalışırıq ki, Azərbaycan milli musiqisi ilə yanaşı Avropa akademik ənənələrinə də üstünlük verək. Bu baxımdan düşünürük ki, bugün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin verdiyi təhsil heç bir dünya təhsil səviyyəsindən geri qalmır, bəlkə biz öndəyik. Biz müəllimlər, mən özümə görə deyirəm, mən hər dəfə oxuyuram və yeniliklər baş verir, olan hamısından xəbərdar oluram ki, uşaqlar bugündən geri qalmasınlar. Bax, biz də həmin o gələcəyin, o öz mənəviyyat keşikçilərini hazırlayırıq. Bizim mənəviyyatımızın keşiyində məhz bizim gələcəkdə yazıçılarımız, rəssamlarımız, kino xadimlərimiz, teatr xadimlərimiz, bax onlar dayanmalıdırlar. Universitet yalnız tələbəyə istiqamət verə bilər. Aktor kimi ona gedəcəyi yolu göstərə bilər, musiqiçi kimi gedəcəyi yolu göstərə bilər, rəssam kimi o gedəcəyi yolu göstərə bilər. Amma gəlin etiraf edək ki, bu işlər o qədər çətin, o qədər əzablı işlərdir ki, o qədər səndən fərdi, dözüm, yanaşma, münasibət tələb edir ki, bax, tələbəyə mən düşünürəm ki, bu günləri bütün bu məsələləri aşılmaq lazımdır. Özün sevirsən sənəti? Təbii ki, sevirəm, sənətimə bağlıyam. Yəni, bu sənətdən başqa özümü heç bir sənətdə görə bilmirəm. Bu universitet mənə əsas olaraq qoyduğum məqsəddən dönməməyi öyrətdi və incəsənət, mədəniyyət yolunda hər zaman fədakar olmağı, nə zaman ruhdan düşdüyümüzdə hər zaman incəsənətə söykənə biləcəyimizi mənə aşıladı. Bəlkə də biz səhnədə yalnız nəticəni görürük. Amma bir də bu nəticənin arxasında çəkilən zəhmət, edilən məşqlər və ən əsası hisslər dayanır. Biz də Mədəniyyət və İncəsənət Universitetində bir günümüzü incəsənətlə iç-içə keçirdik və daha yaxşı fərqinə vardıq ki, yaradıcılığın sərhədi yoxdur.